Mənim Gürcüstan xalqına, dəyərli Gürcü xalqına mübariz xalqdır, qorxmamaz, cəsur xalqdır. Onun üçün rahat demək olar ki, azad medianı qorusunlar. Çünki milyonlarla əzilən insanın qışqırtısını yalnız bir jurnalist ifadə edə bilər. Salam, mən Əfqan Sadiqov, Azərbaycanlı araşdırmacı jurnalistəm. Azad media başlanğıcdır. Azad media dünyanın hər tərəfində lazımdır və əsasən azad media təşkil edir. Yəni demokratiyanın öz kökünü azad media qurur. Bütün diktator yönümlü, diktatoriyaya üst tutan hakimlər, rəhbərlər birinci azad medianı susturmaq istəyir ki, yəni ölkədə baş verən özbaşınalığı, cinayətləri artıq ictimailəşməsin. Xalqı istədikləri kimi əzirlər, büdcəni talayırlar, bütün özbaşınalıqları yəni olduğu kimi qalır və televiziyada çıxıb öz jurnalistləri, mətbuatları ölkədə hər şeyin çox gözəl olduğunu deyir və xalqı aldatmağa çalışırlar. Əvvəl onu deyim ki, Azərbaycanda ilk növbədə xalqı əzməkdən başladılar. Sonra növbə müxalifət nümayəndələrinə, müstəqil azad media və müdafiəçilərinə, təşkilatlara gəldi. Amma Gürcüstanda onun əksini etdilər. İlk növbədə azad mediadan və müxalif yönümlü aktivistlərdən başladılar. Çünki sonra xalqı əzəndə artıq xalqı müdafiə edən bir qurum olmaz. Azərbaycan üçün demək olar ki, artıq çox gec hesab oluna bilər. Bəs mən ona görə hər zaman Gürcü mediasına müraciət etdiyimdə xalqa deyirəm ki, nə qədər gec deyil, bu Kobaxı Dzivanaşvili problemini indidən həll edin. Çünki zaman keçdikcə diktator hakimiyyəti daha güclənəcək, bütün sahələrdə güclənəcək, bütün resursları əlində toplayacaqlar və xalq get-gedə geriləyəcək. Xalqı sıxaraq elə vəziyyətə gətirəcək ki, Azərbaycanda olduğu kimi. Xalq yəni artıq tələb etmə falan yada düşməyəcək. Sadəcə gündəlik qayğı, ailəni dolandırmaq üçün, yəni Azərbaycan xalqı kimi nəfəs almağa belə nə zamanları, nə gücləri olmayacaq. Hakimiyyət mətbuatı da, jurnalistləri də çıxıb hər tərəfdə Azərbaycan demokratik ölkədir, Azərbaycanda heç bir repressiya yoxdur. Avropa məhkəməsi siyasi məhbuslara bəraət tələb etdiyində Avropa məhkəməsi də qərəzli hesab edirlər. Yəni, hər harda İlham Əliyevi haqlı yerə tənqid edən varsa, artıq o qərəzli hesab olunur İlham Əliyevin hakimiyyəti gözündə. Bayaq proletarlar birləşir məsələsində onu dedim ki, bəli, dünya müstəqil media nümayəndələri bir-birini dəstəkləməlidir, xalqlar bir-birini dəstəkləməlidir artıq. Əgər diktatorlar bir-birinə dəstək verirsə, niyə görə biz media olaraq, xalq olaraq, aktivistlər olaraq bir-birimizi dəstək verməyik? Yoxsa bütün xalqları öz ölkələrində və müstəqil medianın hamısını əzəcəklər, hamısını susturacaqlar.